Ağdam, Füzuli və Xocavənd rayonlarında prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə həyata keçirilən sosial layihələr barədə məlumat verdi. Xocavənd rayonunun eyni adlı inzibati ərazi dairəsinə daxil olan bu kənd 2023-cü ilin sentyabrında silahlı qüvvələrimizin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. Burada ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub. Bu il daha 130 evdə təmir işləri aparılacaq. Bu ilin fevralında Xocavənd kəndinə 20 ailə 94 nəfər qayıdıb. 2026-cı ilin mart-dekabr aylarında kəndə daha 130 ailə 533 nəfərin qayıtması planlaşdırılır. Ötən müddət ərzində kənddə bir sıra sosial yönümlü işlər görülüb. Belə ki, 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib, 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa 2100 metr uzunluğunda 0,4 kilovoltluq mövcud xəttlər və 2 transformator məntəqəsi bərpa olunub. Kənd daxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Görülmüş işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçən sakin Rizvan İbrahimovun evində yaradılan şəraitlə tanış oldular və söhbət etdilər. Necə yerləşdirsiniz? Şəraiti necə? Allah sizdən razı olsun. Allah sizdən olsun. Çox təbrik edirəm. Allah sizdən var edin. Doğma vətənə qayıtmağın münasibətilə. Siz özünüz buralısınız. Bəli. Bu kənddə yaşadınız. Bəli. O vaxtda rəhmətli Ulu Öndər də gəlmişdi. Bu kəndə gəlmişdi. Bəli. 79-da səhv edəmizdə. İşğal dövründə harada yaşamışsınız? Bakıda. Bakıda. Şərait necə idi? Şükür. Ama burada olsun. Ama 35 ildən sonra. Neçənci ildə buradadır? Çıxartdılar 91'də. Versalyos başlayan günü. Hemen günü bizi çıkartmıştılar. Hemen gün. Sonra Versalyos'dan gelende onlara da şahit ederler. Bura yaxınlıqdaydı. Bəli, Qarakətdə. Buradan uzaq deyildi. 17 kilometre. Təbrik edirəm sizi. Xoşbaxt yaşayın. Doğma Qarabağ torpağında, doğma kəndinizdə. Hamısı sayesinde. Allah size var eylesin. Allah Çok sevinirim. Sevincimizin həddini yoxdur. Bizim için dünyanı bəxşələmiş. Buna ne var ürəkdə deyirik, elə belə yox. Sizin bizim ailənin qonaq olmağı bizim sevincimizi 2 qat artırır. Çox sağ olun. Belə bu qayğıya görə sizə minnətdarıq. Çox sağ olun. Siz layiqsiniz. Uzun illər köçkün həyatı yaşamışsınız. Əzəb əziyyət içində. Artıq bu dövr tarixdə qalır. Allah köməyiniz olsun. Allah sizi var eləsin. Sağ olun. Ailəmiz. Buradan her yeri bilir. Orada ne var? Sağ olun. Allah sizden razı olsun. Həyat yazı sahədə var. Var. 15 sotda torpağım var. Torpaq yəqin ki ayrılacaq. Sotdan çox həyətyan sahədir. Da biz onu Mal-qaran da var, yoxsa yox? Şimdi inşallah olacak. Əlbəttə, maldır. heyvandalı kompleksləri burada var, fermalar var. Yəni dolansın burada. Yaxşı. Allah Allah tək Artıq burada. sizdən asılıdır. Əlbəttə. Dövlət nə lazımsa eləyir. Allah dövlətini qorusun, Can sizi sağ olun, qorusun, arzulayıram. ailenizi qorusun, Xoşbaxt nəvələrinizi yaşayın. qorusun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Xocavənd şəhəri də həyata qayıdır. Ev sahiblərinin qayıdışı ilə bir neçə gün öncə Xocavənd şəhərinə artıq 50 ailə qayıdıb. Ümumilikdə isə Xocavənd rayonunun 5 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıblar.
Xocavənd şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edilib. Şəhər 2023-cü ilin sentyabrında silahlı qüvvələrimiz tərəfindən həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad olunub. Elə həmin il oktyabrın 15-də prezident silahlı qüvvələrin müzəffər ali baş komandanı İlham Əliyev Xocavənd şəhərində dövlət bayrağımızı ucaldıb. Prezident İlham Əliyevə Xocavənd şəhərində əsaslı təmirdən sonra istifadəyə verilən fərdi yaşayış evləri barədə məlumat verildi. Xocavənddə 980 ədəd fərdi ev mövcuddur ki, onlardan da 133-ü yararsız, 847-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək. Bir neçə gün əvvəl Xocavənd şəhərinə 50 ailə, 194 nəfər qayıdıb. Ötən ilin sentyabrından indiyədək Xocavəndin 5 yaşayış məntəqəsinə isə ümumilikdə 1485 nəfər, 355 ailə qayıdıb. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhərinə köçən İlqar Həsənovun evində oldular və söhbət etdilər. Şərəf ki, sizlər bizim evimizə təşrif iştirak edelim. Füzuli və Xocavənd buranı azad eləmişsiniz. Hal-hazırda Müdafiə Nazirliyində Tərbiyə Xidməti. Xoş gəlmisiniz. Bizim üçün şərəfdir ki, bugün siz bizim evimizdəsiniz. Yəni, böyük gündür həqiqətən. Həmişə danışırdım, deyirdim ki, o Xocavəndi o qədər həsrətlə gözləyirəm ki, mən orada yaşamağı o qədər həsrətlə istəyirəm. Çox gözəl ki, yəni mənim övladlarım burada böyüyəcək. Çox gözəl, şərait də yaxşıdır. Eviniz necədir? Çox gözəldir. Özün harada doğdun? Özüm Xocavənd rayonunun Axol kəndində. Axol vaxtdır. Buradan xeyr, çox uzaqdır. 7 gün böyük. Xoş gəlmisiniz. Anam da böyük şərəf. Xoş gəlmisiniz. Mehriban xanım, nə gözəl şərəf, nə gözəl şərəf. Allah sizi də saxlasın. Sizin sayenizdə öz torpaqlarımıza qayıtmışıq. Minnətdar. Təbrik edirəm. Biz də sizi təbrik edirik. Çox sağ olun. Nəvələrim burada böyüyəcək. Ən böyük şərəfdir. Xoş gəlmisiniz sizə. İşğal dövründə harada yaşamısınız? İşğal dövründə Xəzər rayonu Buzovna qəsəbəsində Qaşqınar suları Düşərgədə yaşayır. Düşərgədə yaşayır. Buzovnadakı düşərgə. Sən də ortada olursun. Ev şəraiti. Çox gözəl. Hər şey çox yaxşıdır. Təşəkkür edirik sizə. Siz də dadınız altında Buyurun. İnşallah olsun. hərbi hissədə xidmət edirsiniz. Bizlə də məşğul olursunuz. Mən Azərbaycan dili ədəbiyyat müəlliməsiyəm. Mehriban xanım, o qədər şərəf, çox sağ olun. Mən də çox xoşbəxtəm. Hər şey olacaq. Əsas odur ki, doğma Qarabağ torpağı. Əsas odur ki, bugün bu azadlığı yaşayırıq, bu müstəqilliyi yaşayırıq. Geri qalan şeylər hamısı düzələcəkdir. Təmirdir, məktəbdir, hamısı olacaqdır. Bəli. Allah canınızı Bəli, sizin sayənizdə. Amin, amin. Allah sizi qorusun, xalqımıza həmişə sülh olsun, əmin-amanlıq olsun. Bundan sonra sülh olacaq. Bəli, bizim gördüyümüz o bomba səsi, nə bilim, güllə səsini bu uşaqlar daha görməsin. Ana Valid xanımlarımız onlara elə bir dərs verdi ki, bir də onlar ayağa qalxan deyil. Bu şanlı tariximizdir, əlbəttə, zəfər tarixi, qürur mənbəyimiz. Bəli, Elə bu tarixdə ki, bizlər hesabına torpaqlarımızı biz azad elədik, əlbəttə. mən daha çox qürurluyam, çünki həm hərbiçi bacısıyam, həm şəhid bacısıyam, həm də həyat yoldaşımın hərbiçidir. Bəli, və Xocavəndin, Füzulinin azad olunmasında iştirak edib və yüksək təltiflərlə də mükafatlandırılır. Çox sağ olun. Təşəkkür edirəm. İndi Azərbaycan elə güclüdür ki,
əminəm ki, bundan sonra heç kim bizə torpaq iddiası ilə çıxış edə bilməz. Sizin Ona görə sülh olmalıdır, əmin-amanlıq, heç bir itki olmamalıdır. Amma güclü ordumuz da hər zaman olmalıdır ki, bunu təmin Sayəmizdə, edək. cənab prezident. Onu da Bunların hamısı deyirik. güclü sayəmizdə. ordusu da olar. Gəlin birlikdə şəkil çəkdirək. Təbrik edirəm sizi. Sağ olun. Evimizə qonağınız olun. Çox sağ olun cənab prezident. Şərəfdir bizim. Şərəfdir. Sizi görməkdə şərəf duyuruq. Sağ olun. Sağ olun. Çox sağ olun. Çox sağ olun. Şərəf duyuyoruz. Şərəf duyuruq. Sağ olun. Minnətlər. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva bura köçən Xocavənd şəhər və kənd sakinləri ilə görüşdülər. Sağ olun. Sağ olun. Təbrik edirəm. Təbrik edirəm. Sağ olun. Təbrik edirəm. Sağ olun. Sağ olun. Hoş geldiniz hocam. Sağ olun. Sağ olun. Çok şükür bu günümüz qədəmləriniz mübarək Təbrik olsun. edirəm. Çok sağ olun. Təbrik edirəm. Özünüzü xoşbəxt. Sayenizde Allah bu torpaqlara hoş gelmişsiniz. Biz de hoş geldik. Bəli. Siz məndən bir qədər tez gəlmişsiniz. Bir neçə gün. Sağ olun, sağ olun. Sağ olun. Allah sizi var eylesin. En büyük xoşbəxtçilik etdi ki, siz atanızın rəhmətliyin deməli vəsiyyəti yerinə yetirdiniz. Sağ olun. Düzdür. Hansıdır medallar? Cəbrayıl, Şuşa, Füzuli, Xocavənd. Bütün torpaqları azad edilmişsiniz. Təbrik edirəm. Çok sağ olun. Təbrik edirəm. Hoş gelmişsiniz. Sağ olun. Çok sevindik ki bu xoşbəxt günümüzdə yaşatdınız. Sağ olun. Hoş gelmiş Cenab-ı Başkanım. Sağ olun. Hoş gelmişsiniz. Hoş gördük. Allah sizi korusun Cenab-ı Prezident. Sağ olun. Yaşasın gücü Azerbaycan. Sağ olun. Allah korusun sizi. Ailenizle birlikte. Sağ Sağ olun. olun Cenab-ı Prezident. Teşekkür ederiz size ki bu torpaqları qaytardınız. Sağ olun. Sağ olun. Sağ olun. Ürəkdən sizi təbrik edirəm. Doğma Qarabağ torpağına qayıtmağınız münasibəti ilə əminəm ki, burada rahat yaşayacaqsınız. Xoşbəxtlik içində, sülh, əmin-amanlıq içində yaşayacaqsınız. Siz buna layiqsiniz. Çok sağ olun Cenab-ı Prezident. Uzun illər əzab, əziyyət içində yaşamısınız. Köçkün həyatı, ağır həyat. Həm mənəvi əzablar, həm fiziki çətinliklər, öz doğma torpağını tərk edib başqa yerə, hətta Azərbaycan içində olsa belə, getmək və əzab, əziyyət içində yaşamaq böyük sınaqdır. Siz bu sınaqdan şərəflə çıxmısınız. Əminəm ki, bütün Azərbaycan xalqı siz də hər zaman inanırdınız ki, bugün gələcək. Və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşmənin torpaqlarımızdan qolacaq. Allah sizi korusun. Və 5 il bundan əvvəl Vətən müharibəsi zamanı bildiyiniz kimi o vaxt işğal edilmiş torpaqların böyük hissəsi azad olunsa da Xocavənd hələ də işğal altında qalmışdı. Xocavəndlər də hesab edirdi ki, nə vaxtsa vəziyyət dəyişəcək. Əminəm ki, cəmiyyətdə inan var idi ki, bir qarış torpaqda düşmənin tapdağı altında qalmayacaq və buna da biz nail olduq. Artıq 2 ildən çoxdur ki, bütün əraziyə Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik. Düşmənin o sonuncu yuvasını da dağıtmışıq, separatçıları da qovmuşuq, onları da məhkəmə qarşısında cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa eləmişik. Ona görə o artıq ağır dövr geridə qaldı, arxada qaldı, bir də qayıtmayacaq
Bugün dövlətimiz güclüdür, ordumuz güclüdür və xalqımız artıq bu illər ərzində bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan son 80 il ərzində ikinci ölkə olmamışdır. İndi isə quruculuq vaxtıdır və burada artıq dövlət sizin üçün şərait yaradıb. Evlərin bəziləri bərpa edilib, yenidən qurulur. Bu proses davam etdiriləcək. 10 minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan hardasa 30 minə yaxın keçmiş köçkünlərdir. Bildiyiniz kimi əsas bu son 4-5 il ərzində infrastruktur layihələrinə biz vəsait ayırırdıq. Çünki əsas yaşamaq üçün ilkin şərtlər olmalıdır. Elektrik, qaz, su, yollar, körpülər, tunellər. İndi isə daha çox yaşayış evlərinin tikintisi, bərpası məsələlərinə vəsait ayrılacaq. Ona görə böyük qayıdış prosesi daha sürətlə gedəcək. Burada iş yerləri də yaradılır. Həm dövlət xətti ilə, həm ictimai təşkilatlar xətti ilə və əlbəttə ki, özəl sektor. Və burada yaşayan insanlar, onların əksəriyyəti vaxtı ilə kənd təsərrüfatı ilə məşğul idi. Siz yaxşı bilirsiniz ki, bu bölgənin çox gözəl təbiəti var, münbit torpağı var, suyu var, bulaqları var, hər şey var. Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək. Bunun üçün də hər zaman güclü olmalıyıq, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq, necə ki, inamla baxırıq və yaşayırıq. Sizi ürəkdən təbrik edirəm. Can sağlıqlar. Bu günümüzə şükür. Həmişə yığıncaqlarımız olanda deyirdim ki, belə yığıncaqlarımız Qarabağda olsun. Bugün arzumuza çatmışıq. Özümüzə o qədər xoşbəxt hiss eləyirik ki, biz öz torpağımıza, vətənimizə gəlmişik. 5 gündür burada yaşayırıq. Vallahi nə acıqıq. Elə bir təmiz oksigen nəfəs alırıq. Hava görün necə gözəldir. Çox sağ olun. Şəhidlərimizin canı bahasına, qazilərimizin, hərbiçilərimizin qanı bahasına, sizin sayənizdə, siyasətiniz sayəsində torpaqlarımız azad olub. Bugün biz burada yaşayırıq. Özümüzü çox xoşbəxt hiss eləyirik. Çox sağ olun. Ulu Öndərin vəsiyyətini yerinə yetirmisiniz. Allah ona rəhmət eləsin. Allah sizi qorusun, evlatlarınızı qorusun. Bəli. Buranın təbiəti çox gözəldir. Havası təmizdir. Bura Qarabağdır, cənnət. İşğal dövründə harada məskunlaşmış? Ağcabədidə. O dövlət tərəfindən verilmiş. Dövlət tərəfindən. Siz də gəlin. Bəli. Hamımız yerləşəcək. Gəlin. Evlər necə? İşıq var, su var, həyat sahələr də var. Hamısı gözəl. 15 sotayatörün sahə var. Hər şey əkə bilərsiniz. Sağ olun. Mənim də adım İlham. Elədir? Çox yaxşı. Sağ olun. Amma bizim sakinlər həqiqətən qoçaq cəmiyyətdir. Hər bir şəraitdə yaradacaq, ağa, əkin, biçin, cəmiyyətimiz çox qoçaq cəmiyyətdir. Burası təbii cənnətdir. Əsas məsələ Allah sizi qorusun ki, irəli Elə də olacaq. Ancaq irəli. Neçə illər arasında olduğumuz, həsrətini çəkdiyimiz Xocavənd torpağının talanıyla sizi. Sağ ol. Elinizə, obamıza və də oba yurdunuzda xoş gəlmişsiniz. Sağ ol. Təşəkkür edirəm. Və bu gün üçün biz çox xoşbəxtdik. Ən xoşbəxt günlərimizi yaşayırıq. Siz layiqsiniz buna. Yəni 35 il işğal altında qalan torpaqlar. Amma ümidlə yaşayırdıq ki, nə vaxtsa qayıdacağıq arzumuza. Hə, inanırdıq. Azərbaycan torpağı nə qədər varsa,
o Azərbaycan torpağının üstündən siz var olasınız. Ailənizin. Allah sizi Azərbaycanın üstündən əsir eləməsin. Sonra sülh içində yaşayacaq halkımız inşallah. Və can sağlığı arzular. Xoşbaxt yaşayın. Cənab prezident, çəkilə bilərik şəkildə. 35 ildir gözlüyüm. Harada yaşamışsınız işğal dövründə? Şəhər tərəfdə. Bakıda. Havasından qurtardım, tıxaçdan qurtarmışım. Tıxaç, toz, torpaq, külək. Bu qədər arzulamışıq bu Siz harada yaşamışsınız? İşğal dövründə. Ağcabədi. Ağcabədi. Ağcabəddə ona görə yaşamışıq ki, Qarabağa yaxındır da, 50 kilometr tez qayıtmaq üçün. Buradan çıxanda Ağcabədiyə köçdük. Hə, elə birincidən Ağcabəddə olmuşuq. Orada şərait necə idi? Yaxşıdır, amma bilirdik ki, nə vaxtsa qayıdacağıq. Yerini heç nə verir. Dərman atanlar var, dərman atmırıq. Bura gələnlər nə dərman atan var? Yox, burada nə? Bax, hava dərmandır. Hava, həqiqətən elədir. Allah sizi qorusun, evlatlarınızı qorusun. Bütün Qarabağ Qururuz. Dəmir yumruq həmişə yerində olsun. Olacaq. Fəxr eləyirik ki, sizin kimi prezidentimiz var. Fəxr eləyirik. Çox sağ olun. Çox sağ olun, var olun. Xoşbəxt yaşayın. Yaxşı yol. Sağ olun. Hələ nəvəmi də Deməli 59 təvəllüddən siz 62. Ha da, mən 61. Mən də 61-əm. Sağ olun. Nəvəm də. Allah ilhamları. Allah sizi qorusun. Sağ olun. Yaxşı yol, yaxşı yol. Sağ olun. Sağ olun, sağ olun. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına və birinci xanıma kənddə görülən işlər barədə məlumat verdi. Xanabad Xocalı rayonunun eyni adlı inzibati ərazi dairəsinə daxildir. Silahlı qüvvələrimizin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində kənd işğaldan azad edilib. İşğaldan əvvəl kənddə orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Burada ölkə əhəmiyyətli 13-cü əsrə aid kilsə və 9-cu əsrə aid Aslan qalası memarlıq abidələri var. Kənddə ümumilikdə 276 ev var ki, onlardan 115-i yararsız, 161-i isə qismən yararlıdır. İndiyədək 120 ev təmir olunub. 41 ev bu ilin sonunadək istismara hazır olacaq. Bir neçə gün əvvəl 38 ailə, 154 nəfər kəndə qayıdıb. Kənddə bir sıra sosial layihələr icra olunub. Belə ki, 3 ədəd mövcud transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa edilib, eyni zamanda yeni elektrik, qaz və optik xətlər çəkilib. Subartezian quyuları və su anbarında təmir işləri aparılıb. 2 yeni su anbarının qurulması işlərinə başlanılıb. Kəndin su təminatı üçün Əsgəran qəsəbəsinin ərazisində nasos stansiyası inşa edilib, kənd daxili yolları bərpa olunub. Kəndin girişində Xanabad kompozisiyası quraşdırılıb. Xanabad gölünün sahilində park salınıb, estakada inşa edilib və dövlət bayrağı ucaldılıb. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçən Əmrah sahiblinin evində oldular. Kənd buradan görünür elə. Buradan. Yardımcı sahələr də var.
Ev necədir? Çox gözəl. Yaxşı. Neçə gündür, 5 gündür buradasan. Duygu. Gel gel Neriman xanım. Sağ ol, hoş geldiniz. Buyur, görsən nasıl? Salam. Çok sağ ol. Şahitimiz. Yəni işlə həmin etmək üçün də təkliflər verərsiniz. Artıq müraciət edibdi də şey demişək. Sürücü işləyir cənabımız. Ümumiyyətlə məşğulluqla bağlı cənabımız. Biz çalışırıq maksimum sizin tapşırığınızı yerinə yetirək. Əlbəttə, burada məşğulluq. Xocalıya köçən 4100 əhalidən 1230 nəfəri daimi işlə təmin oldular. Müəssisələrimiz də çoxdur, cənabımız. Müəssisələr də çoxdur. Hamısında iştirak edirsiniz. Burada məktəb də var. Var. Burada da var. Bəli. Məktəb də var. Müəllimlər necə? Biz 110 ailəni köçürəndən sonra bugün müəllim kontingentini yığacaqlar buna məktəbin açılmasına. Çünki az əhali ilə aça bilmirlər. 110 qısa müddətdə Novruz bayramına qədər 110 ailə köçürüləcək bura. Evlər hamısı hazırdır. Səndə çalışın var. Sən işğaldan sonra valideynlərini sağlayır. Şehirlərə şehir öyrəndim. Ben de Xanabakı anlarım. Yaxşı. Onları da aydırıyor. Güzel, təbrik edirəm. Yerə şəkil çəkdirək ayrıdan. Yetər inşallah. Təbrik edirəm. Çox sağ olun. Təbrik edirəm. Buna yaxşı, sən yaxşı oxu, məni göstərərsən. Sağ ol. Çox sağ ol. Sağ ol. Sənə də gəl. Gəl, ona götürüm səni buca. Ne yaxşı balasan. Bax, ora şəkil çəkəcəksin. Bax, ora, bax.